Hörmətli tədbir iştirakçıları, hər birinizi salamlayıram. Bu günləri Ağcabədi rayonunun Boyat kəndində 1-ci Qarabağ müharibəsində qəhrəmancasına döyüşüb və bugünə qədər də onun haqqında son döyüşündən sonra məlumat əldə edə bilmədiyimiz bir qəhrəmanımız Ağayev Yalçın Rafiq oğlunun cənnətdə olan mövcudu günü qeyd etmək üçün cəm olmuşuq. İlk öncə xahiş edirəm, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizi bir dəqiqəlik sükutla yad eləyək. Allah bütün şəhidlərimizin ruhu şad eləsin. Azərbaycan dövlət himni səslənir. Allah bütün şəhidlərimizin ruhu şad eləsin, qazilərimizə şəfa versin, veteran qardaşlarımızı qorusun və bu tədbirdə iştirak edən Boyat, Bilağanlı, Qaraxanlı, Hacılar kənd cəmaatına, eləcə də şəhid anaları, şəhid atalarına, şəhid ailələrinə, o cümlədən şəhidimizin döyüş yoldaşlarına və uzaqdan yaxından bu tədbirdə iştirak edən qonaqlarımızın hər birinə dərin təşəkkürümüzü bildiririk və şəhidimiz haqqında qısa bir məlumat vermək istəyirdik. Buyursun, Bilağan kənd tam orta məktəbin şagirdi Ayan bala çıxış etsin, buyursun. 1-ci Qarabağ müharibəsində itkin düşən şəhidimiz Ağayev Yalçın Rafiq oğlu Ağcabədi rayonunun Boyat kəndində 1973-cü ildə mayın 1-də anadan olmuşdur. 1980-ci ildə Bilağan kənd 8 illik məktəbin 1-ci sinifinə qəbul olmuş və oranı bitirmişdir. 1992-ci il iyunun 24-ü Ağcabədi rayonunda hərbi xidmətə çağırılmışdır. 1-ci Qarabağ müharibəsində tank heyətinin komandiri olub, yüksək şücaət, qəhrəmanlıq göstərmiş və 1993-cü ildə iyunun 16-sı Ağdam rayonunun Qalayçılar kəndində gedən döyüşlərdə itkin düşmüşdür. Uzun axtarışdan sonra heç bir nəticə əldə olunmamışdır. Ağcabədi rayonunun Xalq Məhkəməsi tərəfindən verilən qərara əsasən 2001-ci il oktyabrın 23-cü tarixində şəhid statusu almışdır. Allah bütün şəhidlərimizə rəhmət etsin.
təşəkkürümüzü bildiririk. Allah sizi var eləsin. Və onu da qeyd edeyim ki, yəni itkin düşdüyü illə şəhidlik statusu verilən ilin o uzun çəkmə səbəbini demək istəyərdim ki, bir açıqlamasını verərdim ki, ana qəbul etmir oğlunun şəhid olmağın, oğlun gələcəkdir, razılaşmır və ona görə də uzun müddətdən sonra şəhidlik statusu verilir. Və ilk sözü istəyərdim ki, qəhrəmanımızı böyüdüb boya başa çatdıran və 49 il bu ildə obada ömrünü təhsilə həsr etmiş bir dəyərli bir ziyalımız, müəlliməmiz, anamız buyursun. Rəfiq ana, buyur. Durma. Oturduğun yerdə çıxış elə. Əvvəla hamını salamlayıram. Əvvəlcədən bu tədbiri təşkil edənlərə ailəmiz adından, öz adımdan minnətdarlığımı bildirirəm. Deməli, mənim oğlum 73-cü ildə anadan olub. İndi o sağ olsaydı onun 52 yaşı vardı. Bütün şəhidlərə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin, veteranlarımızın ömrünü uzun eləsin. Şəhidlər ölmür, şəhidlər yaşayır. Bir də onu deyim ki, şəhid analarına, bu şəhid sözü, şəhid anası da deyirlər, amma onu yaşayanlar bilər ki, bu necə əziyyət çəkir, nə deməkdir şəhid. Elə, sağ olun, var olun. Təşəkkürümüzü bildiririk, çox sağ olun, var ol deyirəm və elə şəhid anaları bu günləri tək qoymuşdular, anamızı gəlibdilər, iştirak edirlər. Qaraxanlı kəndindən, Minaxoru kəndindən gələn şəhid analarını istəyərdik ki, ürək sözlərini işləyək. Amma xahiş edirəm, hər şəhid anası çıxışa başlamamışdan öncə şəhidin adını çəksin, öz adını desin və buyursun, çıxış etsin. Şəhid Rövşən Allah verdiyin anasıyam. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Allah mövludu olan şəhidimizin də mövludu mübarək olsun. Anasına səbir versin. Allah ordumuzu qorusun. Allah sizlərin də canı sağ eləsin. Çox sağ olun ki, bu tədbiri təşkil eləmişsiniz. Allah haniyədə səbir versin. Sağ ol. Çox sağ olun. Buyur. Mən şəhid qəhrəman məkanın anasıyam. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məqamları ucu olsun. Nə deyim? Buyur. Mən də şəhid Quliyev Nurlanın anasıyam. Bugün yığışmışıq şəhidlərimizin ocağına. Hamısına mənim canım qurban. Allah bütün analara, atalara, bacı, qardaşa səbir versin. Gözəl anam, həqiqətən də bala dərdi, itkisi çox ağırdı. Sən dərdinə bax, belə Nurlanın anası qurban, canım qurban. Mən də onun mövludun təbrik eləyirəm. Bizim toysuz balalarımız, xınansız balalarımız, toylu balalarımız, tonçaları yarımçıq qalmış balalarımız. Yenə də Allah bütün şəhidlərimizə rəhmət eləsin. Analar qurban onlara, ac qarnlarına, susuz dodaqlarına, yorluq qodulçalarına. Onlar bizimki bu torpaqlarımızı aldılar, öz torpaqlarımızda bizim balalarımız şəhid oldu. Bizim öz torpaqlarımızda. Onların hər qarşıma çıxdısa mən ölüb dirilirəm. Deyirəm, can balalar, sizin ayaqlarınıza qurban olun. Lalələr bitib. Hara baxırsan lalələrdir. Onların qanı tökülən yerdə hamısı lalədir. Canım onlara qurban. Allah ordumuzu qorusun. Həmişə bayraqlarımızı ucadan da ucu eləsin. Sənin balayın qanlısın, bizim balalar aldı. Ürəyin buz kimi olsun, ay anam. Allah səbir versin. Allah xalqımızı qorusun. Allah bax millətimizə pis gün göstərməsin. Allah hamınızın köməyiniz olsun. Çox sağ olun. Mən də şəhid Məmmədov Zeyhun anasıyam. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun, məqamları uca olsun. Anıya da səbir diləyirəm. Allah ordumuzu qorusun, saldatlarımızı qorusun. Səngərdə olan saldatları Allah saxlasın, Allah qorusun. Allah hamımıza da səbir dözüm versin. Allah cavanlara dəyməsin.
Gülüşə ana, Vəzifə ana, Zülfiyə ana, Qətibə ana, mən də sizlərə çox sağ ol deyirəm ki, bu günləri ananı tək qoymadınız, gəlib iştirak edelim. Allah sizdən razı olsun. Allah bütün şəhidlərimizin ruhunu şad etsin. Ana bir söz dedi. Bir neçə gün bunları paylaşım olmuşdu ki, şəhidlərimizin səhv etmirəmsə Füzuli Cəbrayıl ərazisində idi ki, o qanı tökülən ərazi, böyük bir ərazi, bir lalələr bitibdi. Allah sizə var eləsin, Allah sizin səbrinizi versin. Şəhid atalar da iştirak edir tədbirimizdə. İcazənizlə şəhid ataların da çıxışını dinləyək. Ondan sonra şagirdlərə və müəllimlərə, eləcə də tədbir iştiraklarına söz verəcəyik. Şəhid Məmmədov Cəmaləddinin atası Türbəndə əmi buyursa. Mən bugün tədbirdə iştirak edən hər birinə təşəkkür edirəm ki, öz adımdan onlar yani ananı tək qoymuşlar. Biz şəhidimizin mövlüd günündə hər birimiz burada toplaşmışıq. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimiz ölməyib, bütün qəlblərdə hələ ki yaşayır. Malə gəlir ki, bu gündən sonra da yaşayacaq. Mən əvvəl anaya deyə bilərəm ki, ana, sənin oğlun ölmüyor, sənin oğlun hələ ki yaşayır. Nə qədər ki biz bilmiriksə, siz bilmirsinizsə, biz ona ölmüş deyə bilmərik. Onun bugünkü gün mövlüd günü olduğu üçün hər birimiz qəlbən yaşamalıyıq o şəhidi. Ona görə də hər birinizə çox sağ ol deyirəm bu günləri, xüsusilə də şagirdlərə, onun müəllimələrinə və şəhidlərimizə Allah bir daha rəhmət eləsin. Mən onu bir də deyə bilərəm ki, bizim analara belə şəhid göstərməsin. Şəhid sözü həm acıdır, həm də şirindir. Şirindir ki, özümüzün torpaqlarımızın ərazi bütövlüyünün uğrunda o döyüşdə həlak olublar. Allah hər birinə rəhmət eləsin. Sağ olun. Şəhid Məkan Qəhrəmanovun atası Mübariz ata buyursun. İlk önce buraya yığışan herkes salamlayıram. Belə də burada ne kadar əziyyəti, zəhməti olan insanlar var. Hamısına təşəkkür edirəm. Və birinci, ikinci heç bir təfavüt yoxdur. Bütün hamısı bizim balalarımızı Allah hamısının ruhunu şad eləsin. Qəbirlərini nurla doldursun. Demək şəhidlərimizin, elə də qazilərimizin canı qanı bahasına zəfəri qazanmış bir xalqı, əlbəttə ki, başda da Ali Başkomandanın əmri altında bu zəfəri qazanmışıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Allah Ali Başkomandanımızı qorusun ki, bugün onun əmri altında tarixi yazmış bir dövlətik, xalqıq. Allah dövlətimizi, xalqımızı, millətimizi qorusun, bir daha heç vaxt müharibə olmasın. Çox sağ olun. Sizə də hamınıza təşəkkür edirəm ki, çox sağ olun ki, biz həmişə sizinlə komandası olaraq həmişə şəhidlərimizin yanındasınız, elə də şəhidlərimizi hatırlayırsınız. Biz həmişə sizinlə, yəni şəhidlərimiz bizə deyir ki, siz harda olsanız, biz həmişə, yəni onlar həmişə bizimlədir. Biz harda olsaq, onlar bizim yanımızdadır, hər an bizə güc verir, hər an, nətər deyim, hər an bizim yanımızdadır, hər anda bizi güc verir. Öz əməlləri ilə, öz, nətər deyim, qanları ilə, canları ilə göstərdilər yenə ki, nəinki atıya, anıya, hətta bütün dövlətə, bütün dünya göstərdilər yenə ki, Azərbaycan torpağı bölünməz, ayrılmaz bir hissədir. Sağ olun.